Rüşvət verib sertifikat alan plastik cərrahlar. Belə bir məlumatı Milli Az saytı paylaşıb. Məlumatda qeyd olunur ki, rüşvət müqabilində plastik cərrahiyyəyə icazə verilməsi işi üzrə məhkəmə istintaqına start verilib. Qanunsuz tibbi fəaliyyətə şərait yaratmaqda ittiham olunan Səhiyyə Nazirliyinin İnsan Resursları, Elm və Təhsil şöbəsinin keçmiş müdiri Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis böyük inspektoru olmuş Ruhiyyə Məhrəmova və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova cinayət məsuliyyətinə cəlb ediliblər. İstintaq sənədlərinə əsasən Səidə Rüstəmovanın rüşvət aldığı şəxslərin siyahısı müəyyən edilib. Siyahıda ümumilikdə 18 həkimin adı yer alır. Sayt iddia edir ki, həmin həkimlərdən 3-ü plastik cərrah kimi fəaliyyət göstərmək üçün rüşvət verməkdə ittiham olunur. Seymur Məmmədov ixtisasçı ümumi cərrahdır. Qanunsuz olaraq 25.000 manat rüşvət verməklə plastik cərrahiyyə üzrə sertifikasiyadan keçib. Qeyd edək ki, bir müddət öncə Etalon Hospitalında liposaksiya əməliyyatından sonra ölən məşhur psixoloq Nilüfər Abdullanın bacısı Fidan Abdulla bildirib ki, əməliyyatı cərrah Seymur Məmmədov icra edib. Bundan başqa Seymur Məmmədovun daha öncə əməliyyat etdiyi 34 yaşlı Pərvanə Afiyətdin qızı Mirzəyeva da liposaksiya əməliyyatından sonra vəfat edib. Rəfiqə Kərimli rezidentura üzrə təhsili olmadığı halda plastik cərrahiyyə ilə məşğul olub. Bu fəaliyyət üçün 35.000 manat rüşvət verərək sertifikat alıb. Xəyal Cəfərov ixtisasçı ümumi cərrahdır, amma rezidentura təhsili olmadığı halda plastik cərrah fəaliyyəti ilə məşğul olub. Bunun müqabilində isə 32.000 manat rüşvət verib deyə Milli Az saytında yayımlanan məlumatda iddia olunur. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.